600 manatdan 5 nəfər yoldaşım, özüm, 3 dənə uşağım heç nə eləyə bilmirəm. Hər insanın ürəyində olan, onu yerinə yetirərkən zövq aldığı peşələr var. Bəs görəsən hansı peşədə çalışan insanlar xoşbəxt deyirlər? Hansı peşədə işləyirsən işlə, onu bilirsənsə həmişə çörəyində olacaq, hörmətində olacaq. Əmək haqqısı məncə az olan insanlar xoşbəxt deyirlər. Çünki günümüzdə hər şey maddiyyatla ölçülür da. Tutaq ki, ayı 500 manata alan, 500 manat əmək haqqı alan necə xoşbəxt ola bilər? Hansı peşədə çalışanlar məcburiyyətlə çalışırlar, xoşbəxt deyirlər? Bizi kimi yetimlər, fəhlələr. Məcburiyyətdən mən özüm hal-hazırda məcburiyyətdən işləyirəm. Əmək haqqım da 600 manat. 600 manatdan 5 nəfər yoldaşım, özüm, 3 dənə uşağım heç nə eləyə bilmirəm. Məcburam işləyir. Bilirsiniz, insan iki sahədə səhv eləməməlidir. Bir peşə seçimində, bir də ailə qurmağında. Burada hansında insan səhv eləyirsə, o mənə elə gəlir ki, heç vaxt əbədi xoşbəxt ola bilməz. Çünki gərək peşə seçəndə peşəyə vurulmalısan, peşəni sevməlisən, peşəni dəlicəsinə sevməlisən və hər gün işə gedəndə elə bir bayram keçirirsən. Fəhləlik kimi. Çünki həm az maaş alırlar, həm daha ağır yüklər qaldırıb daha çox işləyirlər. Gərək sevdiyin sahə olsun. Məsələn, mən jurnalistikada çalışıram və həzz alıram. Ona görə həzz alıram ki, sevdiyim işi görürəm. İxtisasım tamam fərqlidir. Həmin ixtisasda özümü görmədim. Jurnalistika, uşaqlıqdan jurnalistikaya marağım var idi. Və burada özümü çox xoşbəxt hiss eləyirəm və sadəcə o belə deyək də, o maaş bəzən gözə görünmür. Məcburiyyətdən çalışanlar, öz ürəyində arzusu olmayanlar, gərək hansı peşəyə yaxınlaşsın, onu sevəsən. Hər iş sevgidən başlayır. İstəyir ailə, istəyir peşə. Peşə sevdiyinizsə işləyəcəksən. İstəyir çəkməkçi, istəyir papaqçı, istəyir müəllim, istəyir həkim. Sıxıcı peşə yoxdur. Əgər işin yaxşı bilmirsə, onda o sıxıla bilər. İşin yaxşı bilirsə, onu sevə-sevə eləyəcək o. Elə bir peşə yoxdur, gərək peşəni sevəsən, işləyəsən. Orta məktəb qurtaranda arzuladım ki, rabitəçi olum. Rabitəçi oldum. İndi xoşbəxtəm. Rabitə ustası adı almışam, layiq görüblər mənə. Üstə gəl. İndi 40 neçə illər rabitədə çalışıram. Özümü də xoşbəxt sayıram. Yəni bir peşədə xoşbəxt olmaq üçün sizcə əsas nə lazımdır? Əsas. Arzu, istək. Fədakarlıq. Valla hamı öz əziyyəti ilə qazanır çörək pulusu, nə bilim valla. Məsələn, sizcə bir peşədə xoşbəxt olmaq üçün nə lazımdır? O işə həvəsin olmalıdır. Can yandırmalısan, həvəslə işləməlisən ki, xoşbəxtçiliyini tapasan. İnsan işinə sevgi ilə yanaşmalıdır ki, daha həvəsli, daha sevəcən, o işin marağına getsin. Şərt deyil ki, buna ali təhsil lazımdır. Xırda bir işin də ona sevgi ilə yanaşsan, həqiqətən də gözəl bir nəticələr almaq olar.